Az Times Azın əldə etdiyi məlumata görə Əmək Müfəttişliyi Aynur Camal qızını Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinin A bəndi və 108-ci maddə ilə cərmələyib. Buna səbəb Camal qızının Dəryanur Cəfərovanı Teleqraf Agentliyinin Türkiyə müxbiri kimi işə götürməsi, bir müddət sonra isə anidən əməkdaşlığı dayandırması olub. Məsələ ilə bağlı Dəryanur Cəfərova Az Times Aza danışıb. Teleqraf Agentliyinin Türkiyə üzrə müxbiri kimi çalışmaq məqsədilə 2024 il 12 dekabr tarixində əmək müqaviləsi imzalamışam. İş razılaşmamıza əsasən xüsusi günlərdə və xüsusi mövzular üzrə xəbərlər hazırlayıb agentliyə təqdim etməliydim. Bu əmək müqabilində mənə aylıq 1000 manat əmək haqqı ödəniləcəyi və gələcəkdə maaş artımı olacağı vəd edilmişdi. Lakin 2025-ci il fevral ayının sonunda mənə əməkdaşlığın dayandırıldığı bildirildi. Bu barədə məlumatı gecə saat 22:00 radələrində agentliyin direktoru İmdad Əlizadə şəxsən verdi. Əməkdaşlığın dayandırılmasına səbəb kimi xəbər sayının az olması göstərildi. Maaş məsələsinə gəldikdə isə mənə heç bir ödəniş edilməyəcəyi bildirildi. Bir ay ərzində etdiyim müraciətlər, zənglər və yazışmalardan sonra agentliyin rəhbəri Aynur Camal qızı mənə hara istəyirsən şikayət et cavabını verdi. Bu məsələ ilə bağlı etdiyim şikayət əsasında Əmək Müfəttişliyi tərəfindən protokol tərtib olunub və agentlik Əmək Məcəlləsinin 2 maddəsi üzrə cərmələnib. Lakin müfəttişliyin araşdırması əhatəli olmayıb. Çünki Aynur Camal qızı tələb olunan sənədləri təqdim etməkdən imtina edir. Ancaq müraciətim əsasında maaş kartının olmaması, əmək müqaviləsində maaş məbləğinin az göstərilməsi, öz ərizəm olmadan qanunsuz işimə xitam verilməsi, vergidən yayınma halları ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılacaq. Əldə olan səs yazıları, yazışmalar və əmək müfəttişliyi qərarı vəkilin vasitəsilə məhkəməyə təqdim ediləcək.